Bəlkə biraz yerimi beləsi dəyişdirəm. Mən gələm bir üzlük. Və salam aleyküm əziz dostlar. Yaxçılar. Salam əziz dostlar, xoş gördük. Mən bu günləri biraz gecə qaldım, gec oldu. Amma kitabımızdan bir səfər oxuyaq. O kitab ki oxuyuruq, adı Hünər-i Cəngidir, farsca, türkcə, adı Savaş sənəti. Və bu kitabı bir Çinli neçə min il bundan qabaq, deyirlər 3000 il bundan qabaq hududən yazıbdı. Və biz bunun farsca tərcüməsini oxuyuruq, çünki zamanımız dar olduğu üçün və mənim türküm biraz çox zəif olduğu üçün farscasını oxuyayım. Çünki bu kitab önəmlidir ona görə. Biz 12-ci səhifədən başlayırıq. 12-ci səhifənin son 4-cü sətrindən başlayırıq oxumağa. در میان تئوریسیان‌ها حتی تئوریسیان‌هایی که در غرب از احترام فراوان برخوردارند کمند کسانی که این نکته را به اندازه سن تزو در 2300 سال قبل به وضوح بیان کرده باشند شاید در توجه به این نکته سن تزو منحصر به فرد نباشد که hər halda uzun cümlədir, dərdə dəyən bir cümlə deyil. Dünənki o son cümlədə ki dedi nə idi? Teorihay Süntüzünün teoriləri iki şey əsasında qurulub. Biri ehsan, biri ədalət. در برخوردها indi görək nə deyir Süntüzü? در برخوردها و معارضه‌های بین المللی نیروهای مسلح عامل تعیین کننده و قاطعند. Süntüzünün nəzərində budur ki, beynəlmiləl səviyyədə, yəni bir beləsi deyək. Beynəlmiləl bu yazıbdır, amma beynəlmiləl savaş dünyada üçün az olubdur, 2 dənə olubdur. Onun üçün beynəlmiləl savaşa görə yazmayıbdır tozu. Amma İranlar hər şeyi dəyişdirirlər. O cəhətdən də bu şeydə dəyişdiribdir bunu. Bu kitab 2000 neçə yüz il bundan qabaq ya 3000 il bundan qabaq yazıldığı üçün o zaman beynəlmiləl savaş olmazdı. Beynəlmiləl savaş deyəndə iki dövlətin arasında olan savaş, ya iki imperializmin arasında ya iki imperatorluğun arasında olan savaşlara beynəlmiləl deyilmişlər. Ola bilməzdi, yəni 3-4 dövlət eyni zamanda, çünki dövlətin də sayı az idi o zamanlar. Məsələn, fərz edin ki, Çin dövləti olanda Çin var, məsələn deyin Hindistan var, məsələn deyin Misr var, Yunan var və bunlar bir-birinin çox uzaqdılar. Bilirsiniz, məsələn Hind ilə Çin qonşudular əslində, amma tarixdə bir-birlərinə hücum eləyə bilməyiblər. Çünki ortada bir dağ var, divar kimidir. Bunu aşmaq olmadığı üçün də heç vaxt savaşa bilməyiblər. نیروهای مسلح عامل تعیین کننده و قاطعند. ولی hər savaşda müsəlləh güclər, mən bunun yerində olsaydım yazmazdım beynəlmiləl. Bu günə kitabı tərcümə eləyəndə yazmazdım. O günə yazardım. Deyərdik ki, müsəlləh silahlı güclər çox önəm daşır. Beynəlmiləl ya iki dövlət savaşı. Hər zamanda, hər zamanda. Hətta iki nəfər də bir-birindən savaşsa, onun ki əlində bir ağac ola ya bir daş ola, onun ki əlində yoxdur, ondan güclü olar. Bu bir təbii bir şeydir. Hətta bir adamın ya bir heyvanın ki dişi, o birisi heyvandan güclü ola, yenə də o qüvvəlidir. Onun ki dırnağı daha çox yırtıcı ola, o birisindən ki dırnağı yırtıcı deyil, daha güclüdür. اما وی نخستین فردی است که جای واقعی برخورد ارتش‌ها را معین می‌کند. اما o bir müsəlləh deyəndə dedim də məsələn iki nəfər bir-birindən də savaşsa görürsünüz İranda videolar gəlir, oradan görürük. Görürsünüz ki adamın əlində bıçağı vardı, o birisinin əlində mobaylı var, mobaylı alır çıxır gedir. Amma bir də indi ərtəşdən danışır, ordudan danışır. Ordu ilə müsəlləh hətta məsələn çirki qrupların fərqi var. Çirki qruplar bir zamanda yığışarlar, bir zamanda aradan gedərlər.
Amma şey o cür deyil. Ordu. Ordu normalda bir qanun gücünə dayanar. Onun öldürdüklərinə ədalət deyirlər. Çünki güc ondadır. Ordu mali qaynağı var. Yəni bəllidir ki, buxardan parası gəlir, pulu gəlir. Və daimidir. Keçəcək deyil. Bir dənə hakimiyyət qurulur, hakimiyyət değişincən olar, hətta hakimiyyət değişəndən sonra da davam tapar. Adı değişilər. Məsələn, bunu İran inqilabında da gördük. Məsələn, Qacar dövründə qəzzaqlar düzəlirdi. Çünki Qacarın ordusu yox idi. Bunu diqqət buyurun, Qacarın ordusu yox idi. Qacar məmalik məhrusə dediğin bir yer idi. Hər dövlətin özünün, hər millətin özünün ordusu var idi, azdan çoxdan. O da daimi ordu deyildi. Adamlardan düzələrdi. Lazım olanda deyərlər filan kəs 50 nəfər versin, filan xan 100 nəfər versin, filan bəy 10 nəfər versin, verərdilər. Onlar gələrdi, gedib savaşardılar. Təmrin görməzdilər, məşqləri olmazdı, paltarları bir olmazdı. Bu Qacarın sonunda Qacarın özünün, yəni hakimin, şah ailəsinin bir kiçik ordusu olardı. Çox kiçik ki, özünün onları qorumaqdan ötürü. Və bu sonralar görürsünüz ki, Qacarın sonunda ordu düzəltməyə çalışırlar. Qəzzaqları düzəldirlər. Qəzzaqlar gəlir, Pəhləvi dövründə olur ərteş. Ərteş gəlir inqilabdan sonra, 57 inqilabından sonra olur Sipah Pasdaran və ərteş. Ərteş var yerində. Son tezو به انعکاس مالی جنگ استثمار دارد. البته bu استثمار olmuyor. استشعار دارد. Beləsi bir şey yazacaq qaydətən. Son tezو deyir ki, cəngin çox ağır sərvət gücü var. Yəni pula çox ehtiyacı var. Həm ordu özü ağır bir işdir, həm də ki, savaş özü bir ağır gücdür, çox ağır gücdür. İndi siz fikir eləyin ki, Ukrayna ilə Rusiya arasında, Rusiya ilə əslində, beləsi deyək, cümləmizi düzəldək, Rusiya ilə Ukrayna arasında bir savaş gedir. Bu savaşın mali ehtiyacı çox-çox yuxarıdır. Çünki fəqət hesablayın ki, hər tankı ki, hərəkət edir, işləyəndə bu, hər saatda məsələn yeri məsəl 20 litr işlədəcək, ən azı. Hərəkət eləsə, yerisə, mümkündür ki, 50 litrəcən, 60 litr, 100 litr işlədə saatda. Ya hər 100 kilometrdə, məsələn 100 litr işlədə, bəlkə də çox. Və indi siz bunu fikir edin ki, orada minlər beləsi maşın gedir. Və məsələn 150 min sərbaz. 150 minin sərbazın hərəsində bir konserv versəz naharına, bir dənə şamına, görün ki, nə qədər xərcdir. İndi onun yanında bunun suyu var, paltarı var, ayrı yeməkləri var, içməkləri var, nə bilim, siqarı var, ərz eləyim xidmətinizə, maşınlar ki, bunları aparsınlar, gətirsinlər, güllər, tüfə, bunlar hamısı, yəni ordu başdır, ayağa xəşdir. به بالا رفتن قیمت‌ها و به اسراف‌ها و ریخت و پاش‌ها به مشکلات مربوط به تأمین غذا و بار سنگینی که به طور اجتناب ناپذیر بر دوش مردم گذاشته می‌شود صریحاً اشاره می‌کند. O deyir ki, savaşın xərcləri bu cürdə qiymətlər gedər yuxarıya. Görün, indi deyilmir, bu 2000 il bundan qabaq da deyilirsə, deyir ki, savaş olanda qiymətlər gedər üstə. Savaşda israflar gedər üstə. Yəni ordu özü israf əhlidir. Çünki siz istəyirsiniz ki, düşmənə qələbə eləyəsiniz, ordunu razı saxlamalısınız. Orduya siz yaxşı yeməklər, içməklər verməlisiniz, hər halda bunlar. Rixtopaşdakı, yəni elə israfın bir ayrı anlamıdır farscada. Millətin və ordunun qəzası azalar. Yəni millətin qəzası azalar, ordunun çoxalar, amma elə orduya da çətin yetişər bəzən qəza. Və millətə də çox çətin olar. Eyni halda bunlar xərclərin hamısı millətdən çıxacaqlar. Ordu işləməz ki.
Orada fəqət xəşlər. Savaş fəqət xəşdir. Savaşdan qazanc, savaş zamanı qazanc olmaz. Savaşdan sonra bəlkə qazanc olar. Amma savaş zamanı qazanc olmaz. O xəş kimin cibindən çıxacaqdır? Millətin cibindən çıxacaqdır. Tamam. و این اشارات نشان می‌دهد که وی اهمیت این عوامل را که تا دوره اخیر غالبا از نظرها دور مانده بود باز می‌شد. O bilir ki bunlar indiyəcən buna fikir vermirdilər, amma indi görürük ki doğrudur. سنتوزو میان آنچه در عصر ما با دو اصطلاح استراتژی ملی و استراتژی نظامی و جنگی beyan می‌شود فرق می‌ذارد. Deyir Sentuz'u iki dana istilahın arasında, iki dana sözün arasında fərqə qaildir. Onlar iki dana nədir? Biri strateji milli ki, indi yəni bugünkü dillərdə ona milli strateji deyirlər. Və ordu stratejisi, savaş stratejisi. Bunlar ikisi bir-birinə. Milli strateji, əsas strateji desək ki, iki cürədir. Bir orduda, bir də ordudan eşikdə. Məsələn, şirkətlərin stratejisi var. Karxanaların stratejisi var. Hər yerdə bu strateji olacaqdır. Bunların amma bir-birinə fərqi var. Orduda strateji məsələn vurub dağıtmaqdır, öldürməkdir. Əsli strateji budur. Əlbəttə dedi ki, dünənləri onu oxuduq. Dedi ki, strateji, savaş stratejisi ən gözəli budur ki, savaşa girmədən, darbadağın eləmədən, ondan sonra vurub yıxmadan, öldürmədən tərəfi təslimə məcbur eləyəsən, təslim olan. Bu savaşın ən güclüsü bura. Ama bu savaşın özü değil. Savaş o zamandır ki olar. Oracan siyasətdir əslində. Amma o zaman savaş meydana girir ki, onda istəyirsiniz ki, tərəfi öldürəsiniz, vurasınız, yıxasınız, ev eşiyi, abadanlıq qoymayasınız qala. Və orada nə qədər sürət ilə qabağa geçsəz, nə qədər əvvəldə çox xəsarət vursaz, qabağa geçsəz, o qədər tərəfi qorxudacaqsınız. این تمایز از مطالب فصل اول درباره ارزیابی مقایسه نیروهای حاضر در صحنه استنباط می شود. Bunun bir dana şeyi vardı, kitabı. Əlbəttə bilmirəm ha bu kitabın əsli yetişəcək. Bu Cənab-ı Həbibinin rəhmətliyin sözlərindən qutaracağıq. Elə bir şeylə. İcazə buyurun elə gedək bu şeylərdən çıxaq ki, bunlar özü deyibdir. Gedək 21-ci səhifədən Sentuz'un zindecanlığından başlayaq, oxuyaq. Yəni buradan zahirən şey özün deyir. 21-ci səhifədən oxuruq dostlar. Həbibinin nəzərlərini oxumayaq da, bu İrancı, pan-İranist bizə o zehniləri hələ doldurmasın. Çalışacağım ki, oradakı görürəm zehniyyətin deyir, onların da qabağında muzeyimi deyəcəyim. Amma gəlir 21-ci səhifədə birinci mətləb, şərhalı Sentuz'un yaşamı nədir olur? Sentuzu əzəhaliyə dövləti Şii است. Şii dövlətindənmiş ki, be mədəd kitab-ı xod ki, dedik kitabı indi işlədirlər. Mən bilmirəm buna niyə kitab işlədirlər. Biz əslən kitab işlətmiyoruz. Kitab taza bir sözdür. Düzdür ki, İslamda kitab sözü var. Quranda gəlibdir. Amma yenə də 1400 il bundan qabağa gedər. 1500 il bundan qabağa gedər. 3000-4000 il bundan qabaq kitab anlamı olmaz dostlar. Eyni halda kitab hətta İslamda da gəlsə, bugünkü kitab anlamını deyil. Yəni bu kağız və kitab anlamında deyil. Necə ki, Hz. Musa'nın hətta Quranda görürsünüz ki, o gedir loh gətirir. Yəni kərpic üstə yazılmış bir şey gətirir. Deyir ki, Sentuzu Şii istədim bunu deyəm ki, kitab taza bir sözdür. Bunu gərək gətirməyələr, burada yazmayələr. Kitab taza bir sözdür. Təxtənin üstünə yazılır, onun gərək deyərlər, məsələn, təxtə yazısı. Daş üstə yazılsa gərək deyərlər, daş yazı. Əgər kərpic üstə yazılıbsa deyərlər, kərpic yazı. Amma bunu demir. Bunun yerinə bir dənə lüğət gətirirlər bizim zehnimizdə. Kitab. Kitab taza bir sözdür. Kitab xüsusən çap dövründən sonranın kitabıdır. Və bu beyin yıxamağın bir hissəsidir. درباره هنر جنگ توانست به نزد هولو پادشاه وو باری آورد. Deyir ki, bu bir dənə kitab yazdı. Bir yazı yazdı, deməyək kitab. Bir yazı yazdı savaş haqqında. Adını da qoydu Savaş sənəti. Və sənət dedik hünərdir farsca. Və bunu Hulu Wu dövrünün
Bu nəslindən gələn o şah ki, o zamanında yaşadı, adı Hulu'dur. Hulu'ya apardı, verdi. Hulu bebeği qovdu. Hulu ona dedi ki, ağa, mən 13 fəsli kitab-ı şumara təmamən xandım. Şah buna ağa deyibdi. Ağa deyilməz. Normalda düzdür, şahlar müəddəb danışarlar, amma normalda gərək müəddəb danışsınlar. Çünki böyük əyandılar, bunlar millətə ehtiram qoyarlar. Amma eyni halda ağa böyük adama deyilər. Bilmirəm, şimdi bu orada içində nə cür deyib, bunu nə cür tərcümə edib. Mən sizin kitabınızın yazdığını 13 fəslini oxumuşam. Yenə də fəsl taza bir sözdür. Taza kitablarda vardı. Hətta 200 il bundan qabaq etsəz fəsli yoxdur. Hətta bunu da deyim, qabaqçı kitablarda nöqtə yoxdur. Cümlənin axiricələri nöqtə qoyaraq yoxdur. O virgül yoxdur. Xətləri arası fasilə olmaz. Onun üçün insanlar bir kitabı başlayırlar oxuyarlar, özləri təşxis verərlər, harda duracaqlar. Yazar nə tür yazıbdı, onu bilməzlər. Ona görə kitabın mənası bizdə dəyişibdir. Məna kitabda belə bir şey yoxdur. Məsələn, hətta qədim mollaların kitablarını keçsiniz, baxsınız, kitabın əvvəlindən axırıncı oxuyarsınız, görərsiniz, bir dənə cümlədir. Nöqtə olmaz. Cümlənin qutarışında nöqtə olmaz. Deyir ki, oxudum sənin kitabını, o fəslizat, yenə də bunlar farsı şeyləri yığışdırmaqdır. Sənin kitablarından bir qismətlər oxudum, bir bölümlər oxudum. Bunu deyim, kitab indi ki yazılır, çox qalin qeym yazılır. Qədim kitab imkanı yoxdur qalin qeym yazılsın. Təxtənin də üstünə yazılsaydı imkanı yox idi, dərinin də üstünə yazılsaydı imkanı yox idi, papirus deyildiği kağızların üstündə yazılsaydı imkanı yox idi. Ha belə palçığın da üstündə, kərpicin də üstündə, daşın üstündə yazılsaydı imkanı yox idi, uzun olaydı. Bunun üçün hətta o yalancı şeylər ki görürük, tabletlər görürük, yazıblar, tablolar. İranda məsələn filan şah yazıbdı, nə bilim Darius yazıbdı, filan yazıbdı. Bunları da baxsız görürsünüz ki, bunlarda şahın bir dünya sözü vardı, amma orada qısa bir şey, cümlədə nöqtə yox, bir şey yox. Bunlar hər kəsin öz zehnindən yazır. آیا می توانید هنر خود را درباره حرکات لشکر و تسلط بر آن مختصرا به نمایش بگذارید؟ شاه buna deyib ki, mən sənin kitabı oxudum, xoşumda gəldi. Yazılı oxudum, kitab deməyək. Yazılı oxudum, xoşumda gəldi. Amma əcəba aya yerinə işlədirik türkcədə. Əcəb ərəbcə kəlmədir. Aya ki farsdadır, onun yerinə əcəb işlədirik. Əcəba sual əlamətidir. Eləyə bilərsən hünərivi ləşkərin hərəkətlərində, yəni ordunun hərəkətlərində və onların təsəllütündə mənə müxtəsərən nümayiş verəsən, görsədəsən, yəni bir şeylə, son tuzu dedi ki, eləyə bilərəm. Xoda soruşdu, میتوانید تجربه در مورد زنان اجرا کنید. eləyə bilərsiniz ki, bu xanımları da bu cürsə işlədəsiz. Yəni nizami ordu şəklində işlədəsiz. Dedi ki, bəli, eləyə bilərəm. Bunun dalısını soruşdu ki, Hulu این پرسش پاسخ داد. هلو دستور داد که 180 زن زیبا از دست به نهر سندوزا بفرستند. İstədi ki, 180 dana arvad, xanım qəsrdən ora görsün. Diqqət buyurun, burada çox önəmli bir sözə istəyirəm işarə eləyəm. Həmişə tarixdə çalışıblar şahları yekə görsədələr. Şahı yekə görsətmək üçün onun gərək xədəməsini çox görsədələr. 180 nəfəri siz fikir eləyin ki, bir dana restoran lazımdır onlara. 180 nəfəri yığsaz salona neçə dana salon lazımdır, sulə lazımdır. 3 təbəqə təxt qoyasız, yığasız onları ora məsələn. Yəni məsələn sərbazları bir belə sərbazı yığmazlar belə 3 təbəqə təxtə bir-birinin dibinə. Bunları yekətmaqdır. Məsələn deyirlər ki, Sasani şahı filan həmlədə 12.000 dana nəvazəndəsi var idi. 12.000 dana nəvazəndə nə cür bir-birlərinin səsini eşidirlər. 12.000 dana adamı yığın səfə, özdə bir-birinin dibində otursunlar, aralı oturmasınlar, bir-birinin dibində otursunlar. Eni 15 nəfər, 20 nəfər olsun, yəni 20 metrə, 10 metrə heç olmasa eni olsun, beləsi də geçsin 100 metrə, 200 metrə, 500, 12.000 nəfər bilirsiniz nə qədər elər?
Əgər eni 100 olsa, boyu da 100 olsa elər 10.000 nəfər. Yəni bunlar orada nə edirdilər? Məsələn 12.000 don rəqqas və nəvazəndə, 12.000 donun nökər və külfət. İmkansızdır. 12.000 nəfərə heç olmasa 2.000 dona evlə otaq lazımdır. 2.000 dona. İranda hangi kax, hətta o ki deyirlər Dəxti Cəmşid belə onu gətirin. O 20.000 nəfər elə onun xərabəsinə yığın. Bax, heç mən ayrı bir yer demirəm. 20.000 nəfəri yığın deyin ağa. Bu 20.000 nəfər gedə xərabənin divarı da yoxdur, qapılar da yoxdur. Heç zət yoxdur da, tikili yoxdur əslində. Gedək bunun içində oturdur, görüncək 20.000 nəfəri tutar. Axı 20.000 bəzən bunları bizə elə deyib, bizdə nəqlə əlaqəmiz vardı da. Nəql calib olanda eşidirik. Hə, məsələn, mən diqqət edirdim. Həzrət Əlini istədilər bizə pəhləvan göstərdilər də imamlıqdan çıxadılar. Çünki biz pəhləvan çox sevərik da imam. Biz düşüncə adamı sevmərik. Biz çox pəhləvan, güclü adam sevərik. Mütəəssifanə. Belə, təbiətimiz belədir. Biz də biraz belə insan tərbiyyət olmuşuq da bizə ağıllı adam lazım deyil, güclü adam lazımdır, ağılsız adam lazımdır. Bunun üçün görürsünüz ki, Həzrəti Əli gedir Xeybər qalasının şeyini götürür. Qapısını çəkir, qapır oradan çıxadır. Əvvələ indi bu qapı, qala qapısı deyirik da, qala qapısı deyəndə heç olmasa mənim dədəmin həyətinin dərvazəsindən yekə olacaqdır. Mənim böyük dədəmin həyətinin dərvazəsi mənim yadıma gəlir. Dəvə girə bilər ona. Dəvənin üstündə belə adam da dursa oradan girə bilər. Buna deyirlər dərvazə. Dərvazə heç olmasa gərək bundan da bir dəvədə 2 dəvə ucalıqda ola. Ondan sonra da bunun qapılarının, mənim hələ deyirəm da dədəmin qapıları, bilməm dostlar vəl görüblər ya yox, vəl çox qalin bir şey və ağır bir şey olar. Qapılar da 2 o ağırlıqda heç olmasa gərək hərəsi ola. İndi əgər siz istəyirsiniz bir qapı düzəldəsiniz qəlliyə ki, o qələni 200 nəfər vururlar, sındıranmırlar qoçbaşı ilə. İndi siz istəyirsiniz ki, onu bir nəfər məsələn şey eləsin. Onu açanda da 10 nəfərə itəlirlər, açırlar məmuli vaxtda. İndi bu Həzrəti Əli gərək elə bunu özü Həzrəti Əlinin boyu məndən zıqqılıdır. Yəni mənim boyum 165-dir. Həzrəti Əlinin də boyu dediklərinə görə 160-dan az görünür tarixdə. Tarixdəki dediklərinə görə. Bu 160-dakı adam bu qapının harasından yapışdı. Əvvəl mənə deyin ki, bu eşiyin gərək bir yerindən yapışar. Qapının düz harasından yapışdı. Əli qapının o tərəfinə gedib yetişməz. Qaidətən Əli, yəni bu qapının heç olmasa 4 metr enidir. Həzrəti Əli də qollarını açsın, olsun 150 sant, olsun 2 metr. Bu 2 metr 4 metri yetişməz. Qapının əşəğədən də üstünə yenə də bir 4 metr qoymayaq, 3 metr qoyaq. Yenə də Əli əşəğə, bir əlini əşəğədən qoyaq, bir əlinin üstünə yenə də olmaz, Əli yetişməz. İndi bu qapının da üstündə gəlib bir şey ola ki, Həzrəti Əli oradan yapışada, dəstgirə kimi bir şey ola, bunu yapışa, qapını çəkə, divardan çıxada. Sonra bunu ala başına. Əgər belə olsa, Həzrət Əliyə qəlxan-məlxan lazım deyildi. Elə bunu tutar qabağına gedər, hər kəs gəlsə qabağına qapını aşırar, onların üstünü öldürər də. Amma yalanı elə deyiblər və biz də yalanı sevərik. İnsanın məğzi yalan sevən məğzidir. Və yalancılar bunu bilərlər. Yalancılar tarixdə insanın yalan sevmək şeyinə faydalanırlar. Bunun üçün indi bu iki 180 dana ola bilər. Çünki orduya istəyirlər. Amma məsələn İran kimi dedim, yerdə belə bir şey o imkansızdır. İmkansızdır. Fətəli Şahın ya Nasiruddin Şahın 150 arvadı var, 120 arvadı var, 100 falan var. Ağa gedək görək bunun qəsrlərinin hamısı. Qəsrlər heç bunun Tehranda olacaqdı da, indiki Tehranda. Bu Tehranda gedək qəsrlərə baxaq görək ki, hər qəsrdə neçə otaq var. Yəni baxaq görək, bu 120 dana arvadı ki gətiribdi, bu 120 bu qəsrin nökərli, vəzirli, vəkilli, idarə, ittilaat, hər şey qəsrdə olurdu da, hətta bəzən zindan da qəsrdə olurdu. Bunların hamısı ilə baxaq görək 120 otaq var. Osmanlı imparatorluğunda siz gedirsiniz İstanbul'a, gedirsiniz Dolma Bağçıya. Dolma Bağçıya girəndə sizə deyirlər ki, bu kaxın, bu sarayın 1001 dana otağı var. Siz burada görə bilərsiniz ki, bura ordu yeri deyil qaydətən. Bir qisməti ordudur çox az. Məsələn, bir 200 nəfər ya 100 nəfər orada ordu məmuru var. Bu ola bilər.
Ondan sonra siz bunu görə bilərsiniz ki, bunun idari sistemi orada müstəqərdir. Çünki dövlət, qalx dediniz dövlətdir. Dövlət oradadır, müstəqərdir. Bunun tamam sistemi buradan işlər. Yəni, indi bunun içində siz gəlin görək ki, Nasiruddin Şahın məcmu otaqları yığaq. Deyək ki, hər otağa da uşaqları hələ heç. Uşaqları deyək ki, şah gedəndə bunlar nənəsi ilə yatar, uşaqları onların yanında olmurdu ki. Qaidətən hər xanımın bir otağı olmalıdır. Görək ki, bunun 120-dən otağı var. İndi deyirlər, bunun 120 dəfərdən də 100 dana, 200 dana da uşaq olubdur. Görək, bir 200 dana da uşağa bir 50 dana otaq var ki, bunları sərbəstxana kimi saxlayaq. Yalanları bizə deyiblər, biz də qəbul eləmişik. Bizdə də bu Sən tuzu anhara bedu quruh təqsim çək. O 180 dana xanımı 2 bölümə böldü. 2 yerə böldü. Biz quruha yer deyirik əslində türkçədə. İndi qrup işlədirlər. Qrup da elə farsıya da gəlib giribdi. Qrup latincə sözdür. Nə farscadır, nə də türkçədir. Biz deyirik ki, 2 yerə böldük. 10 yerə böldük, 5 yerə böldük. Bizim üçün də yer deyilirdi. İlləti də bu idi. Məsələn, indi fikrin ki, 50 nəfər gəlib istəyir, onlar ki, sərbaz gediblər, bilirlər. Məsələn, bir də 500 nəfər gəlib bura sərbaz getsin. Onlara deyirlər, sən ged orada dur, sən ged orada dur, sən ged orada dur. Beləsi bölürlər. Hərəsini bir yerdə toplurlar. Sonra bir iddə adama deyirlər, sən ged onu götür, sən də ged onu götür, apar bunları örgət məsələ. Ya apar padğanlar. Sən tuzu o xanımları, 180 xanımı 2 yerə böldü və dərrəs anha onların başına. Rəs ərəbcə kəlmədir, onun türkçəsi başdır. Hər yekəzin doğru do sevgili hakim ra qərar dad. Sevgili gedib farsça olub soğgoli. İndi bunu farsça oxusaq gərək deyək do soğgoli ya hakim qərar dad. Yox. 2 sevgili hakim ra qərar. Bunların başlarına da şahın sevgililərindən hərəsindən birini qoydu. 2 dana sevgilisin, şahın sevgililərini qoydu bunların başına. Soğgulu sözü ki deyirlər farsda, o türkçədən getmədi, sevgili adınadır, amma farslaşdırıblar, soğgulu deyirlər. Və bu həmin anha həmlə olacaqdı ehtimalən, neyzə, təbərzin və amuxdur. Həmlə bir silah adıdır, bilmədim. Mən burada bunu nəzərə gələn silah adıdır. Bir dana silah da adı həmlidir, neyzə və təbərzin. Neyzə bilirsiniz dostlar, mən bildiklərim həmli bilmirəm nə mənədir, nə cür bir silahdır, amma neyzə uzun ağaçdır, 2 metrdir hududən. Bunun başında bir dana 25 santlıq bir ucu biz bir dəmir vardır ki, bunu atanda gəlir. Bəzən də bunun həm başı ucda, həm də böyürləri bıçaq kimidir, ağızdır, yəni kəsər. Ağzı var, yəni bu kəsər. Bununla vurarlar da kəsərlər də. Şəmşir kimi, amma uzun dəstəli. Bir də təbərzin də bilirsiniz, bu şeydir. İndiki bu Türkiyədə seriallar ki verirlər, yəni dizilər, o dizilərdə görürsünüz, bu Alparslanın ata bəy dediği adamın şeyi var. 2 başlı bir silahı var. Onun adı da təbərzindir. Farscası təbərzindir. Türkçəsində Türkçəsini bilmirəm. Baltanı bildim, amma istədim dedim baltada, amma yox, baltanın bir ağzı var. Və sonra dedik onlara ki, midani ki qəlb və dəst rast və dəst çəp və poş dər kudam tərəf qərar darad. Xanımlardan soruşu bilirsiniz ki, sağ əl haradır, sol əl haradır, qəlb hardadır, beliz haradır, qabağız haradır. Arxazla önünüzü bilirsiniz. Arxa haradır, ön haradır, qəlb haradır, sağ haradır, sol haradır deyə bunları soruşdu. Xanımlar dedilər ki, bilirik. Örgəşmişlər, qaydətən hamı da bunu bilər, yəni uşaqlıqdan bunu örgəşərlər. Son tüzü dedi ki, o zaman mən sizə təlim verirəm. Hər zaman qofdən bepiş, hər vaxt dedim, bunu yenə farsca deyir, bepiş deməzlər qaydətən. Amma farscaya çeviribdi. Bepiş, hər vaxt dedim, önə gedin, üz-üz ki, hara baxır, o tərəfə gedin. Hər vaxt dedim, bepiş, becəlo beçərxid. Üz-üzə tərəf dönün.
tərcümə qələtdir. Yəni piş deyəndə yəni üz-üz olan yerə gedin. Betərxi də olmaz. Üz-üzə tərəfdir. Mənim üzüm həmişə elə üzümə tərəfdir olur. Heycərə fırlanır. Yox. Üz-üz olan tərəfə gedin. Betori ki, qəlbətən be tərəfi mən başır. Amma qəlbiz mənə tərəf olsun. Yəni mən sizin qabağınızda duracağam, deyəndə bir puş mənə tərəf şey olur. Çön. Hengami ki goftam be çəp, dedim sola çönün. Çəp mütəəssifانه bunu da indi elə İranda çəprast deyil hamı, mütəəssifانه, amma sağa sola deyirik. Sol mənim bu əlimdir. Sizdə bu əl görünəcəkdir. Sağ da bu əlimdir. Betərxid. Vaxtı goftam əqəb gərd, dalıya qeydün. Biz bunları türkü deyəndə rahat olur. Yəni deyirik ki, irəli yeri, yəni irəli get. Dalı dön, dalıya dön. Sola dön, sağa dön. Bizdə bunlar çox rahat bunları düşünürük. Daha deyək çəprast. Çünki bu bizim kültürümüzdən gəlmir. Və mən hətta sərbazçılıqda da bundan belə ki, lisansım var idi, getmişim sərbazçılıqda. Həmişə bu da müşkülüm olur ki, çəp deyəndə bəzən çırıxırdım. İndi də var çırıxıram. Doğrusunu desəm, indi də bəzən çırıxıram, çəprast. Amma mənə sağ-sol desələr, heç vaxt çırıxmaram. Çünki bu, bilirəm, dur, otur. Məsələn, vaqəən bu sərbazlara bir müşküldür. Əvvələn özü stresi altındadır. Orada bir nəfər var, mücazat eləyəcək, təburan eləyəcəkdir. Bu adam da 2 dilli, 3 dilli dəstən bilmir ki, bu o nə dedindir. Həm stres, həm onun sözünü düz düşünüm, stresin üstünə double stres, triple stres, neçə dana stres bir-birinin üstünə yığışır. Adam görürsünüz ki, şey olur. Mən bunu geçən günlərdə bir məqalədə yazdım. Ən böyük şikəncə uşaqlara dostlar. Budur ki, uşaqlar, əlbəttə indi Döşkür şey adında bir fars bir ustadı vardı, Ronani. Onun bir suxənranlığı vardı. Fikir edirəm ki, biz Günas TV-də danışandan çox sonra bu haqda danışıbdı. Taza qoyublar. Mən onu 3 gün bundan qabaq qulaq astım. Orada deyir ki, amzuş pərvərişin iradları nədir? Agerisi pərvərişi dəyişdirəsiniz. Əvvəlcə müəllimi dəyişdirəsiniz. Çünki müəllim qışqırır, durur qabaqda filan. Şahidlərin səndəllərini dəyişdirəsiniz, tualetin dəyişdirəsiniz, filanı dəyişdirəsiniz, bəhmanı dəyişdirəsiniz. Ondan sonra şair istəyəndə yata bilə, istəyəndə dura bilə, istəyəndə gülə bilə, istəyəndə uzana bilə kilasda. Siz bunları bir şairdin əlindən alsanız, olmaz. Vaqiyyət budur ki, indi ərteşdə də budur, hər yerdə də budur. O uşağı ki, stressdədir, ona izafi stresslər yükləyəndə zehni işləmir. Dedim, mən özüm də sərbazçılıqda, hətta bir dəfə tənbih oldum mən. Reji gedəndə eləyə bilmədim, rejəni düz gedən. Dedilər, getkinə həbsə. Oranın bir müvəqqət boğaz daşqınası vardı, getdilər, ged ora. Məni saxladılar. Axirdə göndərdilər ki, orada olsun. Sonra da ora gedib demişlər ki, bu gələndə denən ki, doludur. Mən getdim, orada dedilər, doludur, qeyib getkinə. Qeyibdim, gəldim. Amma hər halda istəyirəm deyir ki, bu stres adamların üstündə olur. Hər halda. Öz dilimizdə olsa, amma bu olmaz. Çünki biz öz dilimizdə bunları kamil örgəşdik. Xanımlar dedilər ki, bildik, örgəşdik. Sən hər vaxt desən ki, sağa dönəcəyik, sola dönəcəyik, önə gedəcəyik, dalıya dönəcəyik. Bunları örgəşdik. Hər halda pəs az bəyan-ı in müqərrərat, əbzar və vəsail cəllad amadə şud. Mən bilmirəm, niyə cəllad deyir. Deyir ki, cəlladın bunları bir örgədən ötürü xanımlara istir qorxusun adamlar. Ha, diqqət buyurun. Qorxudan insanlar itaət elərlər. Mən bunun haqqında çox danışıram. Hətta mənim teoriyi düzəltmağın üstündə işləyirəm ki, Azərbaycanlılar niyə 100 ildir farsların şey altındadır? Mən qorxu teorisinin üstündə işləyirəm. Deyir ki, cəlladı dedi ki, məsələn, kötüyü gətir qoyura. Kötüyü bilirsiniz, konde deyirlər farsca. Ağacın yoğun yerindən biraz da ki, məsələn, deyək ki, yarım metr ya 1 metr uzunluğu ola, amma yoğun qalində ona kötün deyir, qoyarlar orada. Onu gətirin, məsələn, cəllad gəlir, əlində baltası filanı, gəlib ora, deyir ki, tasın tuzu nişanda hər şey bir cedd suxanım buyur. Sonra dedi ki, xanımlar görsünlər ki, mən ciddi danışıram. Əgər bu sözü getməsələr, şuxluq xərz eləsələr, öldürəcəm. Anga, ərteş bu cürdür. Ərteş deyir ki, hətta ərteş, indiki ərteşlər daha biraz irəli gediblər. Deyir ki, o zaman ərteşdə mən xilaf eləsəydim, tək məni vururdular. İndi deyir ki, təşviq fərdidir, tənbih cəmidir. Çünki əgər ərteşdə
mən xilaf eləsəm, hamı mücazat olsa, hamı sonra məndən bunun əvəzini açacaq. Əvəzini açanda mən onlardan qorxmaq üçün ki, onlar mücazat olması məcburam həmişə çox daha çalışım. İndi bu gəlibdir. Ərtəşdə bir mücazat var. Bunu qəbul edəcək. Ərtəşin sistemi təşviq üstündə deyil, tənbih üstündədir. Qorxu üstündədir. İndi bu qorxunu yaradır. Dəqiqən biz də Rza Şah dövründə bu qorxuya keçmişik. Nə ediblər? İndi burada deyəcək, mən də bunları deyəcəm. Deyir ki, cəllad amadə olsun. Eyni müəllim kimi gedirik kilasa, mənim yadıma gəlir, birinci kilasa girmişik. Birinci gün getdik mədrəsəyə. Özdə bizim mədrəsədə 5-əcən hamı kəndimizdə mədrəsə var idi. Bir dana sifahidanış vermişlər. Biri də, ikini də, üçü də, dördü də, beşi də o dərs deyərdi. Hamımıza bir kilas tuturdu. 2 kilasımız yox idi. Cəlib buydu ki, biz yetişdik ora uşaq, bilmiyorum 6 yaşım vardı, 5 yaşım vardı, məni zorla qoydular kilasa. Elə müəllim, o müdür, sifahidanış, sərbaz, əslində deyək sərbaz. Ki vermişlər, indi 5 kilas savadı var idi, 3 kilas savadı var idi, diplom idi, bilmirəm. Bu adam şüvü ağacı qoymuşdu nəftin içinə, islanmışdı dünəndən. Özə qış günü getdim. Mən yadıma gəlir, qış günü nəticə oldu, mən getdim mədrəsəyə. Elə girdik klasa, bu adamların, uşaqların əlini açdı, bunların əllərinə 10 dana, hərəsinə. Bu əldən qan çıxır eşiyə. Bizim qırıldıq da, yəni biz rəsmən öldük, getdik ki, bunlar bizi öldürəcəklər. Nənələrimiz, dədələrimiz də biraz düşünməz idilər, elə indi də var belə dedir. Nənə deyir ki, əti sənin, sümüyü mənim. Yəni, nə qədər şikəncə edirsən elə, bunun fəqət mənə kəmikləri lazımdır. Sümük biz deyirik, Türkiyədə kəmik deyirlər. Əti də sənin, vur tökülsün. Yəni, dədə-nənədə də rəhmi yox idi, şikəncəcər idilər. Uşağının şikəncə olmasından sevinirdi. آنگاه تزو 3 بار فرمان را تکرار کرد و 5 بار آنها را تشریح کرد و سپس طبل شروع را زد و فرمان داد. Deyir ki, bu fermanları təmrin verdi. 3 dəfə bunu, 5 dəfə də bunu dedi. Ondan sonra yenə hey bunları təkrar elədi, örgəşdi, sağ örgəşdik. Ondan sonra dedi ki, berast, rast, sağa dön. Zənan qəhqəhə sər dadən. Xanımlar güldürər ki, biz şahın qəsrində keyf elirdik, indi gəlmişik bura. Neynədi? Sıntuzu goft, چنانکه مطلب تعلیم شده واضح نباشد و دستورها کاملا تشریح نشده باشند تقصیر از فرمانده است. اگر من dəsturları deməmişəm, sizi örgətməmişəm, siz də mənə deməmişsiniz ki, yox, örgəşdik, hamız dediniz örgəşdik. Heç kəs mənə demədi, örgəşmədi. Əgər bunları başarmasaydınız, örgəşməsəydiniz, mən örgətməsəydim, günah məndəydi. Amma o zaman ki, mən örgətdim, amma siz icra eləmirsiniz, günah sizdədir. Pəs ondan sonra neynədi? Və digər bar dəsturları 3 bar təkrar, bir dəfə də amuzış verir. Dəsturları örgətdi, 5 bar təşrih şərt, 5 dəfə də təlimi örgətdi. Ondan sonra neynədi? Anqah təbl rabit برای çərxidən bir çəpr nəvaxt. Təbli vurdu, top. Bəllidir ki, təbl qədimdən varmış. Və bari digər xanımlar gülməğa başladılar. Sıntuzu qoft, dedi. Mən ingilisində bunları görməmişdim. Bunları burada görürəm. Bilmirəm niyə bu hardan gəlir. Sıntuzu dedi ki, əgər təlimat vazih nəbaşəd və fərmanha sərih nəbaşənd, təqsir az fərmanda است. Əgər təlimlər, öyrətim düz olmasa və fərmanları da düz mən deyə bilməsəm, günah məndəndir. Amma o zaman ki, təlimat təşrih verildi, şərh verildi, açıqlandı, vəli mutabık قوانین نظامی فرمانها به مرحله اجرا دنر. Amma qanun budur ki, fərmanda dəstur verdi, sən icra eləyəcəksən. Amma o qanunun əsasına sən dəsturu icra eləməsən, əfsəran mücrimənd. Və dəstur dad ki, fərmandehan do gruh çapırast edam şəvəd. Ondan sonra dəstur verdi ki, o şahın sevgililəri ki, əfsər deyir də onlara, yəni fərmanda. Onların əfsərləri edam olsunlar. Çünki o ciddiyyətlə getmir. İndi ki, əfsərlər edam oldu, xolo ki, از دیوان قصر خود صحنه را تماشا می‌کرد و ملاحظه نمود که 2 سوگلی به در معرض اعدام هستند، وحشت‌زده آجودان خود را با این پیام نزد سنتوزو فرستاد. Şah da üstdən baxırdı, gördü ki, sövgülilərin müraciətləri öldürərlər. Yanındakı acıdan, o adam ki, bunun yanında daimən durur, ona indi acıdan deyirlər orduda. Amma şahda acıdan yoxdur. Acıdan orduda olar. Şahda katib olar yanında, ya fərmanbər olar, bir nəfər olar, hər halda münşi olar. Amma acıdan olmaz. Acıdan orduda olar.
göndərdi. Şah dəstur verdi. Əşnun danistəm ki, general در به کار گرفتن افراد تواناست. Bildim ki, sən düz generalsan və düz gedirsən qabağa. Bəllidir ki, bu Sun Tzu özü də generalmış. این دو سوگلی غذا از گلوی من پایین نمیرود. Bu iki dana sevgilim olmasa mənim yaşaya bilmərəm. Xast mən این است ki, آنها اعدام نشود. Mən sizdən istəyirəm ki, bunlar edam olmasınlar. Sun Tzu پاسخ verdi, cevap verdi. خدمتگزارتان قبلا از طرف شما به مقام سرفرماندهی منصوب شده است. من qabaqcan sizin əmrinizlə فرمانده olmuşam. وقتی که فرمانده در رأس لشکر قرار دارد موظف به قبول کلیه دستورات حاکم نیست. Elə ki فرمانده gəldi لشکرin başında oturdu. Da buradan sonra hakim hər nə dəstur versə onu qəbul eləməz. Çünki mənim vəzifəm ordu düzəltməkdir. Mənim vəzifəm şahın məmləkətin əmniyyətini qorumaq. Mesela İranda bunun tərsinədir. Qanun əsasında deyir ki, əgər fərmandehlər qanun əsasının ziddinə hərəkət eləyələr, ya rəhbər qanun əsasının ziddinə hərəkət eləyə, bir dəsturi verə fərmandehlər məsuldurlar. Quruhay nizami hamısı deyir, tamami rədələr məsuldurlar. Amma bu deyir ki, İranda indi böyle bir şey yoxdur. Desələr getkinə filan kəsin burnunu da sil, deyir ki, mən mütəyyəm gedib siləcəm. Belə bir şey yoxdur. وقتی که فرمانده در رأس لشکر قرار دارد موظف به قبول کلیه دستورات حاکم نیست. Hakim ordu bəllidir nə iş üçündür. Vətəndən difa eləyəcəkdir. Ordu üzvlərinin, əskərləri difaya və savaşa hazırlayacaqdır. Və bəzi yerlərdə hakimdən də difa eləyəcəkdir. Yoxsa hakim hər şeyə orduya dəstur verə bilməz. با این دستور بنابراین دستور داد آن دو زن را که فرمانده دو گروه بودند برای عبرت دیگران اعدام کنند. دستور بده boyunları vurun. سپس دو نفری را که درجهشان بلافاصله پس از دو فرمانده قبلی بود در رأس گروهان گذاشت. O iki dana dəstənin başına onlardan sonraki şahın sövcüllərini öldürəndən sonra onlardan sonraki adamları iki nəfəri qoydu onların başına. سپس دو نفری که در رجهشان بلافاصله پس از دو فرمان قبلی بود در رأس گروهان گذاشت و بار دیگر طبل را نواخت. طبل برون و فرمان برید. و زنان درست همانطور قرار بود به چپ و راست به پیش و عقب چرخیدند. به زانو درآمدند، برخاستند و کمترین صدای از آنها درآمد. Deyir ki, oturdular, durdular, sağa, sola, hər nə deyirdi, onu elədilər. Və heç kəsdən zıqqır çıxmadı. در این زمان سن تزو به حاکم پیغام داد. Bu zaman dedi ki, اکنون افراد لشکر در رزم کامل. Bunlar nəzmi örgəkdilər. Nəzmi örgəşmək üçün bir dəni öldürmərsən, o birlərin gözünü qorxutmalısan. Bu əslidir dostlar. Qətliamda bundan gəlir. Qətliamda tamam milləti öldürməzlər. Qətliamda bir neçə nəfəri öldürərlər, qalanın gözünü qorxuturlar. Mən keçən cəlsələrin birində dedim. İnqilabda bir neçə nəfəri edam elədilər. Amma bu günəcən bəhs siyasi məmnu, mən siyasi deyirəm, orada o nədir? Qətliamın təsiridir. Qətliam buradadır. O zaman ki bir camiə belə oldu, qətliam oldu. O zaman ki bir camiənin bir düşüncələri, düşünürləri, fikir sahibləri qoyub qaçalar ölümdən qətliamdır. Yəni qətliamdan qaçır da. O deyir ki, mən qalsam qətliam olacaq. Öləcəm. Qətliam budur. Qətliamın işi qorxu yaratmaqdır. Qorxu yaradıb fələc eləmək. Dostlar, mən bunu bir dəfədə o birisi kitab oxuyanda dedim. Mən gözümlə bunu gördüm. Bizim pişiyimiz var idi evdə, kətdə və kət evlərdə siçan olar. Mən bunu gözümlə gördüm ki, siçan göydə təxtələrin arası ilə gedirdi. Pişik gördü, baxdı ona, siçan göydə qorxudan qurudu. Sonra əli ilə belə elədi. Siçan göydən düşdü bunun qabağına. Fələc olmuşdu. Fələc olmuşdu. Çünki o siçan təcrübəsi var idi. Görmüşdü bu pişik, ya buna bənzər pişik, buna tayları, siçanın obrisi görmüş şu yoldaşlarında tutur və onları cırır yiyir. Bu qorxu bizdə də var, insan olaraq. Qətliam bir nəfəri öldürsəz ki, o birisilər də cəsarət eləyəmələr, buna deyilir qətliam.
حاکمه dedi ki اکنون افراد لشکر در نظم کامل هستند و پادشاه میتواند برای ساندیدن و بازرسی آنان بیاید. Dedi ki nəzmidədirlər, bunlar hamısı nəzmidədirlər. Eləyə bilərsən, gələsən, baxasan, görəsən ki, bunlar deyinirlər. این افراد میتوانند به میل شاه مورد استفاده قرار گیرند. İndi ki bunlar nəzmə düşdülər, şah nə dəstur verirsə bunlar o şahın meyli əsasında gedərlər. Buna deyirlər qətliam. Əlbəttə indi burada nəzm deyir, ordudur. Orduda bu iş olacaqdır. Təbiətən belə olmasa ordu getməz qabağa. Az ab و آتش گذر خواهند کرد. Bunları suya da desən düşərlər, oda da desən girərlər. Deyirlər Hitlerin bir şeyi var idi. Bir gün gəldi, bir yerdə durdu dam üstə və orduya dedi ki, gəlin dam üstdən rejə getdim. Getdilər, töküldülər, oradan öldülər. Ta o zamana ki, bu dedi durun. Niyə? Çünki bu nəzm orada yaratmış şey, fərmandikdən biz qulaq asacaq, ölümə desə gedəcək yox. Bizim haqqımız yoxdur, yox, damın o tərəfindən düşər qoyuluq. O səlah gördü, biz ölək. İttifaqən ordu belədir, dostlar. Baxın, məsələn, orduda deyir ki, mən indi dav tərəf deyirlər, amma qədim dav tərəf deməzlər. 10 nəfər dursun, ayağa gedəcəklər orada, ölümə gedəcəklər. Amma bizim onların işimiz yoxdur. Düşmən ora getsin, biz filan yerə gedəcəyik. Hulu گفت ژنرال میتواند به امارت خود برگردد و استراحت کند و من به بازرسی آنان نیستم. شاه dedi ki, ژنرال gəlsin, getsin, mən də razıyam da gəlib yartmıram. Son sözü گفت شاه کلمات توخالی را دوست دارد ولی قادر به عملی کردن آن نیست. Dedi ki, şah içi boş sözlərlə xoşlanır və o sözlər ki deyir, onları əməl eləməyə əlaqəsi yoxdur. Bizim kimi Azərbaycanlılar üçün. Xolu istedad və qabiliyyət süntuzu را به عنوان فرمانده ارتش دریافت. Şah bu adamın istedadın, çıxarın. Çıxar, dünən istedada çalışırdım, çıxar. Çıxar. İstedadın türkçəsi çıxar. Çıxarın gördüğü və به مقام فرماندهی منصوب کرد. Bunu mən qoydu فرمانده. Ordunun başına qoydu. Son tuzu با دولت شو در غرب به ستیزه برخاست. Bu son tuzu getdi. Şu dövləti necə Çinin günbatısındaydı, orada savaşa girdi. Və der Ping nüfuz کرد. Və der Ying ehtimalən Ying nüfuz کرد. Ying də hala bir dəstgahdır ya bir sistem siyasının bir bölüdür, bilmirəm. Və der Şimal نیز Şi və Çin را در مرز təhdid قرار داد. Şimalda da getdi Şi və Çin eyalətlərin, hər eyalətin bir adıdır da, bunlar da şeylədir. İndi dostlar, bu kitabı mən görürəm ki, gedir ondan sonra o 12 nəfər ki, dünən oxuyurduq, onların şərh halını deyir, onlara da bir Tasa o kimdir? Tasa o kimdir? Bu adam bəlli deyil ha zaman dünyaya gəlib, çünki ölümü ilə diriliğinin arasında 400 il, 435 il fərqi var. Yəni, deyir ki, bu adam 220 miladdan ta 650 milad arasında yaşayıbdı. Bəlli deyil, yəni bilmirlər. Adamın bir belə ixtilaf olmaz. Bir gün, 2 gün deyil ki, bəllidir ki, bir dana bir oyuncaq bir şeydir. در 2016 میلادی توسط هیسیگن امپراتوری هم به پادشاهی ویی رسید. Görürsünüz, deyir ki, bu adam 2016'da şahlığa yetişibdi. Və der 220 miladi az dünya rəft və 4 il sonra da ölübdü. در سال 227 پادشاه جنگ لقب گرفت. 2227 miladidə də deyir ki, savaş şahı ləqəbləndi. این لقب بعدها به امپراتور جنگ بدل شد. Bunu da imparator, savaş imparatoru dediler. Və basifat Bonyanguzar Kəbir silsilə-i Vi'i həmrah gəldi. Bunlar da ötürək, bunlar bu 11 nəfərə görə danışır. Gedək əsli kitab. Bəli, gəldik əsli kitaba. Əziz dostlar, əsli kitab buradan başlayır. 29-cu səhifədə. İcazə buyurun, bunu sabahdan başlayaq. Əsli kitabı oxuyaq, görək ki, Sun Tzu nə düşünür? Onları sabahdan görək. Çox sağ olun, təşəkkür edirəm, sağ qalın.